NASA bu günlərdə Aya ilk enişin növbəti il dönümündə Neil Armstrong və Buzz Aldrin'in çəkdiyi ən keyfiyyətli kadrları ictimaiyyətə təqdim etdi. Biz də həmin videonu Alt 404 Instagram səhifəsində paylaşdıq və bəzi dostlarımız NASA'nın heç vaxt Aya getmədiyini, bütün bunların uydurma olduğunu bildirdi. Bu klassik yanaşmadır və uzun illərdir bu mövzuda kosmos həvəskarlarının iki qrupa bölündüyünü görürük. Bəziləri NASA'nın missiyalarını dəstəkləyən çıxışlar etsələr də, digərləri NASA'nın fəaliyyətinin və yaydığı məlumatların tamamilə uydurma olduğunu bildirirlər. Bəs NASA həqiqətən Aya gedibmi? Bugün Top 5-də NASA'nın Ay missiyalarının saxta olması ilə bağlı 5 iddia və həmin iddialara qarşı əks arqumentləri sizinlə bölüşəcəyik. Ay missiyaları ilə bağlı ən məşhur iddialardan biri astronavtların səthə sancdığı ABŞ bayrağı ilə əlaqəlidir. Videolarda bayrağın hərəkət etdiyini görmək mümkündür. Ayda atmosfer və külək olmadığına görə bəzi insanlar bunu çəkiliş meydançasında işləyən ventilyatorların sübutu hesab edirlər. Əslində isə bayraq küləkdə dalğalanmırdı. NASA mühəndisləri bayrağın havasız mühitdə aşağı sallanmaması üçün onun üst hissəsinə üfüqi metal çubuq yerləşdirmişdilər. Bu çubuq bayrağı açıq vəziyyətdə saxlayırdı. Astronavtlar dirəyi ay torpağına yerləşdirərkən onu sağa-sola fırladırdılar. Bu hərəkət dirəkdən bayrağa ötürülürdü. Ayda hava müqaviməti olmadığı üçün titrəyiş yerdə olduğundan bir qədər uzun davam edirdi. Astronavtlar bayrağa toxunmağı dayandırdıqdan sonra isə onun da hərəkətsiz qaldığını görmək mümkündür. Yəni, bayrağın bu məqamda hərəkət etməsi ayda küləyin olduğunu yox, əksinə havanın olmadığını göstərən fiziki hadisədir. Digər məşhur iddia ayda çəkilmiş fotolardakı kölgələrdən bağlıdır. Bəzi şəkillərdə astronavtların, daşların və ay modulunun kölgələri sanki müxtəlif istiqamətlərə uzanır. İddianı müdafiə edənlərə görə günəş yeganə işıq mənbəyidirsə, bütün kölgələr paralel olmalıdır. Kölgələrin fərqli görünməsi isə studiyada bir neçə projektordan istifadə edildiyini göstərir. Amma burada perspektiv nəzərə alınmır. Yerdə paralel uzanan dəmir yolu xətləri uzaqdan baxdıqda bir-birinə yaxınlaşırmış kimi görünür. Ay fotolarında da paralel kölgələr çəkiliş bucağına görə fərqli istiqamətlərə gedilmiş kimi görünə bilər. Bundan əlavə, ayın səthi hamar deyil. Astronavtlardan biri çökəklikdə, digəri isə hündürlükdə dayananda kölgələrin uzunluğu və bucağı dəyişir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, günəş işığı ay torpağından, kosmik gəmidən və astronavtların ağ rəngli geyimindən də əks olunur. Apollo missiyalarının saxtalaşdırıldığını düşünənlərin başqa bir arqumenti fotolarda ulduzların görünməməsidir. Ayda atmosfer yoxdur, buna görə də səma qara görünür. Bəs qara səmada ulduzlar niyə yoxdur? Səbəb kameranın ekspozisiya parametrləridir. Apollo astronavtları şəkilləri günəş tərəfindən güclü şəkildə işıqlandırılan ay səthində çəkirdilər. Bayaq da bildirdiyimiz kimi, ağ rəngli skafandrlar və ay modulunun metal səthi də işığı güclü əks etdirirdi. Buna görə kameralar qısa ekspozisiya müddətinə yoğunlaşdırılmışdı. Ulduzlar isə ay səthindən və astronavtların geyimlərindən qat-qat zəif işıq saçır. Kamera parlaq səthi düzgün göstərmək üçün tənzimlənəndə zəif işıqlı ulduzlar fotoda qeydə alınmır. Bu hadisəni yer kürəsində də sınaqdan keçirmək mümkündür. Gecə parlaq işıqlandırılmış bir insanın şəklini çəkəndə arxadakı ulduzların çoxu fotoda görünməyəcək. Bu, ulduzların orada olmadığı mənasına gəlmir. Sadəcə, kamera eyni anda həm çox parlaq səthi, həm də çox zəif ulduz işığını göstərə bilmir. Apollo 16 missiyası zamanı ay səthinə aparılan ultrabənövşəyi kamera isə uyğun şəraitdə ulduzların və yer kürəsinin görüntülərini çəkə bilmişdi. Aya uçuşla bağlı ən ciddi səslənən iddialardan biri Van Allen radiasiya qurşaqlarıdır. Yer kürəsini əhatə edən bu zonalarda planetin maqnit sahəsi tərəfindən tutulan yüksək enerjili hissəciklər mövcuddur. İddiaya görə Apollo astronavtları bu qurşaqlardan keçərkən ölümcül səviyyədə radiasiyaya məruz qalmalıydılar. Van Allen qurşaqları həqiqətən də radiasiyalı zonalardır. Ancaq bu zonadan keçən hər insanın dərhal öləcəyi fikri doğru deyil. Radiasiyanın təsiri onun gücündən əlavə insanın həmin mühitdə nə qədər qalmasından da asılıdır. Apollo aparatlarının uçuş trayektoriyası qurşaqların daha intensiv hissələrindən mümkün qədər yayınacaq formada hesablanmışdı.
Kosmik gəmi zonadan sürətlə keçirdi və astronavtların burada qalma müddəti az idi. Gəminin metal konstruksiyası da radiasiyanı zəiflədirdi. Missiyalar zamanı astronavtların aldığı radiasiya dozaları şəxsi dozimetrlərlə ölçülürdü. NASA sənədlərində Apollo ekipajlarının aldığı ümumi dozaların kəskin radiasiya xəstəliyi yaradacaq səviyyədən xeyli aşağı olduğu göstərilir. Əsas təhlükə Van Allen qurşaqlarından daha çox güclü günəş partlayışı ola bilərdi. Apollo missiyaları zamanı astronavtları ölümcül səviyyədə radiasiyaya məruz qoyacaq böyük günəş hadisəsinin baş verməməsi də sadəcə onların bəxtinin gətirməsi nəticəsində mümkün olmuşdu. Yəni Van Allen qurşaqları keçilməz divar deyil. Onlardan düzgün trayektoriya, qoruyucu konstruksiya və məhdud qalma müddəti ilə keçmək mümkündür. Ən çox səsləndirilən iddialardan biri də Ay modulunun altında böyük kraterin olmamasıdır. Bəzi insanlar düşünür ki, onlarla ton ağırlığında bir aparatı səthə endirən raket mühərriki Ay torpağında dərin çuxur yaratmalıydı. Fotolarda belə krater görünmədiyinə görə onların fikrincə modul sadəcə studiya dekorasiyasının üzərinə yerləşdirilib. Amma Ay modulunun enişi raketin yer kürəsindən havaya qalxmasına bənzəmirdi. Enişin son mərhələsində modulun mühərriki tam gücü ilə işləmirdi. Mühərrikin gücü tənzimlənirdi və cihaz artıq yavaş hərəkət etdiyi üçün əsas məqsəd onu havada saxlamaq və sürətini sıfıra yaxınlaşdırmaq idi. Ayda cazibə qüvvəsi yer kürəsindəkindən təxminən 6 dəfə zəifdir. Buna görə modulu səth üzərində saxlamaq üçün də yerdə tələb olunandan daha az itələmə qüvvəsi lazım idi. Üstəlik atmosfer olmadığı üçün mühərrikdən çıxan qazlar bir nöqtəyə yığılmır. Vakuumda sürətlə geniş əraziyə yayılırdı. Bu qaz axını səthdəki nazik toz qatını kənara sovurmuşdu. Lakin böyük partlayış krateri yaratmaq üçün kifayət qədər təzyiq formalaşdırmamışdı. Eniş videolarında tozun üfüqi istiqamətdə hərəkət etdiyi, fotolarda isə modulun ayaqlarının Ay torpağında iz buraxdığı görünür. Apollo missiyalarının əsas sübutu yalnız NASA'nın yayımladığı foto və videolar deyil. 1969-1972-ci illər arasında 6 Apollo missiyası Aya uğurla indi və ümumilikdə 12 astronavt Ay səthində gəzdi. Onlar yerə yüzlərlə kiloqram ay suxuru gətirdilər. Bu nümunələr təkcə NASA tərəfindən yox, dünyanın müxtəlif ölkələrindəki alimlər tərəfindən də araşdırıldı. Astronavtların Ayda yerləşdirdiyi lazer reflektorlarına bugün də yerdəki rəsədxanalardan lazer şüaları göndərilir. Şüanın geri qayıtma müddəti ölçülərək yerlə Ay arasındakı məsafə millimetr dəqiqliyi ilə hesablanır. Sonradan NASA, eləcə də digər ölkələrin göndərdiyi Ay aparatları da Ay ətrafında şəkillər çəkərkən Apollo missiyaları çərçivələrində Ay səthində qalmış modulların qalıqları, müxtəlif alətlər, həmçinin astronavtların ayaq izlərini də qeyd alıb. Üstəlik Apollo uçuşları soyuq müharibənin ən gərgin dövründə baş verirdi. ABŞ-nin əsas rəqibi olan Sovet İttifaqı missiyaların radio siqnallarını və uçuş trayektoriyasını müstəqil şəkildə izləyirdi. Uçuşlar saxta olsaydı, bunu üzə çıxarmaqda ən maraqlı olan tərəf məhz Sovet İttifaqı olardı. Deməli, müzakirə edilən bəzi görüntülər ilk baxışda şübhəli görünə bilər. Ancaq fizika, fotoqrafiya və missiyalardan qalan müstəqil sübutlar birlikdə nəzərdən keçirildikdə nəticə kifayət qədər aydındır. Bəli, insanlar Aya həqiqətən də gediblər. Biz isə sizin üçün bir-birindən maraqlı məlumatları toplamağa davam edirik. Növbəti həftə yenə Top 5-i izləməyi unutmayın. Həmçinin gündəlik paylaşdığımız bir-birindən maraqlı xəbər və məlumatları Instagramda Alt 404 səhifəsindən izləyin. Səhifəmizin linkini videonun aşağısında paylaşmışıq. Başqa mövzuda görüşəcəyik. Hələlik.